Salam dostlar. Bəzən xəstələr əməliyyat olunur. Əməliyyatdan qısa və yaxud da ki, uzun zamandan sonra yenidən bir çox şəkildə ağrılar yaşayırlar və düşünürlər ki, öd hissələri yenidən əmələ gəlib və içində daş yaranıb. Bir şey xatırlatmaq istəyirəm ki, əgər xəstə bir dəfə olsun həyatında öd hissəsindən əməliyyat olunubsa və əməliyyat doğru icra olunubsa, öd hissəsinin yenidən yaranma ehtimalı yoxdur. Öd yollarında daşlar yarana bilər, amma öd hissəsi yenidən yarana bilməz. Və bu gün gələn xəstəmizdə xəstə düşünür ki, öd hissəsinə əməliyyat eləmişik, bir çox şəkilli ağrısı var və bu ağrılar öd hissəsinin zamanındakı olan ağrılara bənzədiyi üçün düşünür ki, öd hissəsi yenidən yaranıb və içində daş var. Təcili olaraq müraciət edir. Müraciət əsasında xəstəni yoxlayırıq. Öd yollarının diametrində genişlənmə yoxdur, yəni heç bir problem yoxdur, heç bir daş yoxdur. Amma gastroskopiya zamanı mədədə kəskin qanaxmaya meyilli eroziyalar və xoralaşma müşahidə olunur. Əgər xəstələr öd hissəsindən əməliyyat olunublarsa, deyilən müddət ərzində əməliyyatdan 20 gün və sair müddətdə pəhrizlə qidalanmalıdırlar. Bunlara əməl etdikləri təqdirdə qeyd etdiyim narahatçılıqları yaşanması olmaz. Əgər deyilənləri pozarlarsa, xəstə xatırladım ki, həmin xəstə soyuq halda su içmişdir və bu baxımdan xəstədə ciddi püstub şəkilli ağrılar və qidalanmasını pozduğu üçün mədəsində ciddi problemlər yaranmışdır. Və xəstələrdə yaş artdığı üçün, yaş getdikcə artan olan xəstələrdə bu kimi problemlər getdikcə gələcəkdə daha ciddi fəsadlara yol aça bilər. Sizə tövsiyə edirəm ki, əgər öd hissəsindən əməliyyat olunursunuzsa, qoyulan müddət ərzində və həyatınız boyu qidalanma rejiminə əməl edin. Çox ədviyyatlı, soyuq, isti qidalardan, daha qatı qidalardan az istifadə edin. Əgər deyilənlərə əməl etməsəniz, həyatınızda qeyd etdiyim xəstədə olduğu kimi sizlərdə də problemlər yaşaya bilərsiniz. Diqqətiniz üçün sağ olun. Free audio post-production by alphonic.com